Salam. Bugün alqoritm anlayışı ilə tanış olacağıq. Alqoritm müəyyən bir problemi həll etmək və ya müəyyən bir işi yerinə yetirmək üçün olan ardıcıl addımlar toplusudur. Alqoritmə bir resept kimi baxa bilərik. Məsələn, çörək bişirmək üçün reseptdə göstərilən addımların hamısını ardıcıl olaraq yerinə yetirirsən. Birinci misal üçün undur, ondan sonra xəmiri yoğurmaqdır və s. Bunlar hamısı bir ardıcıllıqla gedir. Bu prosesdə bütün ardıcıllıqda olur alqoritm. Misal üçün biz dərs öyrənirik. Dərsi öyrənərkən birinci düsturlara baxmaq, daha sonra onları tətbiq etmək lazımdır. Bunlar hamısı ardıcıl proses kimi gedir. Bu da bir alqoritmdir. Və yaxud da gündəlik yerinə yetirdiyimiz işlər. Səhər misal üçün durub, əzimizi yumaq, yemək yemək, ondan sonra məktəbə getmək, daha sonra evə gəlmək və dərslərimizi hazırlamaq hamısı ardıcıl şəkildə baş verir. Bunlar da bir alqoritm adlanır. Bəs alqoritmin hansı xassələri var? 4 dənə xassəsi var alqoritmin. Müəyyənlik, kütləvilik, diskretlik, nəticəlilik. Müəyyənlik odur ki, alqoritmin hər bir addımı dəqiq və müəyyən olsun. Misal üçün yazıram ki, 2x üstəgəl 8 bərabərdir 16-ya. Mən indi bu məsələni həll eləmək üçün əgər yazsam ki, birbaşa 2x bərabərdir 8-ə və x bərabərdir 4-ə. Bu, həmin bu məsələnin həllini bilməyən üçün müəyyənlik xassəsini pozmuş olar. Əvvəlcə mən yazmalıyam ki, 2x bərabərdir 16 çıxılsın 8. 2x bərabərdir 8-ə. X bərabərdir 8 bölünsün 2-yə. X də bərabərdir 4-ə. Artıq bunu belə ardıcıl şəklində yazmağım müəyyənlik xassəsini ödəmiş olur. Müəyyənlik xassəsinə başqa sözlə determinliklik də deyirlər. Bəs kütləvilik xassəsi nədir? Alqoritmin kütləvi olması onun yalnız bir konkret problem üçün deyil, oxşar tipli bütün problemlər üçün tətbiq oluna bilməsidir. Misal üçün biz deyək ki, onluq say sisteminə keçid öyrənirik qayda. Həmin bu qaydanı bütün ədədlərə tətbiq eləyəndə onluğa keçə bilirəmsə, burada da kütləvilik ödənir. Amma mən bunu başqa bir məsələnin həlli üçün istifadə eləsəm, o ödənməyəcək. Diskretlik bəs nədir? Misal üçün burada bir tənlik yazmışdıq. Həmin bu tənliyin 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci bu şəkildə addımlardan ibarət olması diskretlik adlanır. Diskretlik deyəndə açar söz kimi addım sözü götürülür. Yəni alqoritm addımlardan ibarətdirsə, bu olur diskretlik xassəsi. Və mən məsələni həll edirəm və yaxud da çörəyi bişirdim, bitirdim, çörək hazır oldu. Ən sonda yəni proses hazır olursa, nəticəni alıramsa, bu da nəticəlik xassəsinin ödənilməsi deməkdir. Alqoritmin təsvir üsulları. Alqoritmin təsvir üsulları bunlardır. Sözlə təsvir, qrafik təsvir, proqramlaşdırma dilində təsvir. Sözlə təsvirə aid nümunə. Misal üçün, 2 rəqəmli ədədin rəqəmləri cəmini tapmaq. Mən burada bütün prosesi sözlərlə ifadə etmişəm. N ədədini daxil et, onluq rəqəmi, təklik rəqəmi tap, onları topla və nəticəni çap et. Bu sözlə təsvirdir. Sadəcə yazılı şəkildə yazırıq. Qrafik təsvir isə alqoritmin blok sxemi vasitəsilə təsviridir. Proqramlaşdırma dilində də təsvir bildiyimiz kimi Python dilində, həmin o sözləri Python dilində yazırıqsa, bu da olur proqramlaşdırma dilində təsvir. Gəlir indi blok sxemə. Alqoritmin ən əyani və ən yığcam təsvir üsulu blok sxemlə təsvirdir. Blok sxemi qurmaq üçün aşağıdakı fiqurlardan istifadə olunur. Oval alqoritmin başlanğıc və ya sonunu bildirir. Yəni, bizim alqoritmimiz başlayanda buraya yazırıq başlanğıc. Bir də bütün alqoritmimiz bitdikdən sonra bir dənə də oval çəkirik, ona da yazırıq son. Verilənlərin daxil olması və ya nəticənin əks etdirilməsi. Yəni, bir misal üçün deyir ki, n ədədini daxil et. Bunun üçün paralelogramdan istifadə olunur. Bir də ən sonda n-in qiymətini tapıb çapa vermək istəyiriksə, paralelogramdan istifadə edirik.
Əgər blok sxemi qurarkən hesab hissəsi varsa, misal üçün S bərabərdir A plus B. Bunun üçün düzbucaqlıdan istifadə olunur. Şərt varsa, misal üçün, əgər A böyükdürsə B-dən, müəyyən bir şərt qoyuram, şərtdən asılı olaraq hesablamanı yerinə yetirirəmsə, onda rombdan istifadə olunur və bu rombda nə adlanır? Şərt bloku və ya məntiqi blok. Həmin bu fiqurlar arasında keçidləri təmin eləmək üçün də, misal üçün, ardıcıllıq hansı formada geçsin? Tutaq ki, hesabdan gəlsin şərtə. Keçid oxlarından istifadə olunur. Bir də biz dedik ki, verilənlərin xaric edilməsi üçün paraleloqramdan istifadə olunur. Əlavə olaraq çap bloku bir də bu formada olur. Bu da misal üçün n-in son qiymətini çap edir. Bir də var bizdə modifikasiyalı dövr. Bizim 2 dənə dövr operatorumuz var. Bir rombdur, biri də həmin bu modifikasiyalı dövr. Rombda şərt elə bil ki, dövrdən asılıdır. Yəni, burada dövrlərin sayı şərtdən asılı olaraq dəyişir. Modifikasiyalıda isə dövrlərin sayı əvvəlcədən məlum olur. Misal üçün, i 1-dən n-ə kimi qiymətlər alır. Artıq n sayda dövr gedəcək deməkdir. Amma rombda isə şərt ödəndiyi müddətcə dövrə girirəm. Ödənməsə dövrdən çıxıram. Artıq burada şərtdən asılıdır dövrlərin sayı. İndi gəldik alqoritmin növlərinə. Alqoritmin 3 dənə növü var. Xətti, budaqlanan və dövri. Xətti alqoritm əmrlərin ardıcıl şəkildə yerinə yetirildiyi alqoritmdir. Misal üçün, burada belə bir blok sxem verilib. Başlanğıc qeyd olunub, daha sonra A və B ədədləri daxil edilib paraleloqram vasitəsilə, hesab bloku vasitəsilə də A-nı B-yə vurmuşuq və nəticədə yenə paraleloqram vasitəsilə S-in son qiymətini çapa vermişik. Ən sonda da yazılır son. Yəni, burada bütün proses bir düz xətt boyunca heç bir şərtdən asılı olmadan gedirsə, bu olur xətti alqoritm. Misal üçün, 2 ədədin hasilinin və yaxud da cəminin tapılması. Burada heç bir şərtə ehtiyac yoxdur. Şərt yoxdursa, deməli xəttidir. Ədədin kvadratının və yaxud da kubunun tapılması. Kvadratını A kvadrat, kubunu A kubu tapacaq. Dairənin uzunluğu konkret düsturdur. Verilənləri daxil edib yerinə qoyacaq. Dairənin sahəsinin tapılması, eyni zamanda düzbucaqlının sahə və perimetrini tapılması. Bunlar konkret düsturlardır. Yerinə qoyub hesablayırıq. Bu olur xətti alqoritmə aid. Budaqlanan alqoritm nədir bəs? İcra zamanı şərtdən asılı olaraq müxtəlif istiqamətlərə ayrılan alqoritmdir. Qoyulmuş şərt ödənirsə hə qolu ilə gedirik, ödənmirsə yox qolu ilə gedirik. Artıq burada mütləq şəkildə şərt olmalıdır. Budaqlanan deyiriksə şərt var və şərt yalnız 2 qoldan biri ilə hərəkət edir. Misal üçün, A və B, deyək ki, A bizdə 3-dür, B bizdə 8-dir. Şərtə baxıram. 3 böyüdürmü 8-dən? Deyir, yox. Yox deyirəmsə, bu hissə ilə gəlirəm. A bərabərdir A plus B. 3 üstə gəl 8, 11 və gəlir hara? Oxşar əsməni qaytarır bura. Neyinir? A-nın son qiymətini çapa verir. Yəni 11-i. 11-i. Aha. Bu oldu budaqlanan alqoritm. Budaqlanan alqoritm aid nümunələr hansılardır? Ədədin müsbət və yaxud da mənfi olmasının təyini. Mən burada şərt qoymalıyam. Əgər A böyüdürsə 0-dan müsbətdir, əgər A kiçikdirsə 0-dan mənfidir. 2 və 3 ədəddən böyüyü. Bunun üçün 2 və 3 ədədi müqayisə eləməliyəm. A həm B-dən, həm də C-dən böyük olarsa, onda deməli A böyükdür. Burada bir şərt olacaq. Şərtlər ödəndiyi halda gəlib deyəcək ki, A böyük ədəddir. Ədədin cüt və tək olmasının təyini. Bir ədədin cüt olduğunu, onun 2-yə bölməsi alınan qalıqdan bilə bilərik. Əgər 2-yə böləndə qalıqda 0 qalırsa cütdür, yox əgər 2-yə böləndə qalıqda 1 qalırsa, onda deməli bu ədədin tək ədəddir. İstənilən, yəni ədədin 2-yə bölməsindən alınan qalıqda 0 qalırsa cütdür, 1 qalırsa təkdir. Parolun düzgünlüyünün yoxlanılması. Təbii ki, burada da şərt qoymalıyıq. Daxil etdiyimiz parolla olan parol uyğun gəlirsə, deməli düzgündür. Üçbucağın növünün təyini. Məsələn, bərabər tərəfli nədir? 3 tərəfi də bərabər olmalıdır. Müxtəlif tərəfi də 3 tərəfi də müxtəlif olmalıdır. Burada da şərtlər var.
Kvadrat tənliyin, xətti tənliyin kökünün tapılması, iki ədədin bərabərliyinin yoxlanılması, bunlar hamısı şərtdən asılıdır. Bəs dövrə alqoritm görək nədir? Bu alqoritmdə şərt olur, lakin şərtdən asılı olaraq hesablama hissəsi bir neçə dəfə təkrar yerinə yetirilir. Əgər mən baxıramsa ki, dövrə alqoritmdə dövrə qayıtma varsa, mən şərtə hər dəfə qayıdıram. Haçan dövrdən çıxıram, yox deyəndə, şərtim ödənməyəndə, burada bir şərt olur. Bu şərt ödənirsə, hə deyirəmsə, hər dəfə gəlir, hesabı yerinə yetirir, qayıdır təzədən dövrə. Hə deyirsə, qayıdır təzədən dövrə, yox dedikdə dövrdən çıxır və son qiymətini çapı verir. Misal üçün, dövrə alqoritmə aid nümunələr. Deyir, 1-dən n-ə qədər ədədlərin cəminin, burada say çox olduğuna görə 1-dən n-ə kimi ədədləri cəmləmək üçün dövrüm 1-dən n-ə kimi n dəfə getməlidir. Yəni, artıq say çoxdursa, say çox olarsa, deməli, burada dövrdən söhbət gedir. 1-dən n-ə qədər ədədlərin hasili, yəni faktorial, yenə də say çoxdur deyə olur dövr gedəcək. Təkrarlanma olacaq. Verilmiş aralıqda ədədlərin çap edilməsi, yenə bir aralıq verilir. Həmin ədədləri bir-bir çap eləməliyik, dövr gedəcək. Cüt və ya tək ədədlərin sayının tapılması. Misal üçün, natural ədədlər içərisində cüt və ya təklərin sayını tapmaq üçün burada proses çoxlu sayda gedəcək deyə konkret bizə verməyib də hansı aralıqda. Ona görə dövrü olacaq. Eyni zamanda ədədin rəqəmləri cəminin və ya hasilinin tapılması, Fibonacci ədədlərinin tapılması, n sayda ədədlər içərisindən maksimum və minimum tapılması, ədədi ortanın artıq burada saylar çox olduğuna görə dövr gedəcək. Bunlar da hamısı aid olacaq dövrü alqoritmə. İndi gəlirik nəyə? Ədədlər üzərində əməllər. Faiz nəyi tapır? Bir ədədin digər ədədə bölünməsindən alınan qalığı verir. Misal üçün, 21-in 4-ə bölünməsindən alınan qalıq bizi 1-i verir. Qalıq tapıramsa faiz işarəsindən istifadə edirəm. 2 qat bölmə bir ədədin digər ədədə bölünməsindən alınan tam hissəni verir. Misal üçün, 21-i 4-ə böləndə əslində 5,25 düşür. Amma tam hissəsi 5 olduğuna görə 2 qat bölmədə 5 götürülür. Bir ədədin digər ədədə bölünməsindən adi, yəni bölməni verir bizə artıq 5,25 həqiqi ədəd kimi. Diskriminantın tapılması demişdik ki, bu dağlanan alqoritmə aiddir. Çünki şərtdən asılı olaraq 3 dənə şərtim var və bu şərtlərdən asılı olaraq hesablamalar yerinə yetiriləcək. Əgər D böyükdür 0 olarsa 2 həqiqi kökü var. D 0 olarsa x1 bərabərdir x2, D kiçidir 0 olarsa həlli yoxdur. Bəs görək, Armstrong ədədlər nəyə deyilir? Armstrong ədədlər rəqəmlərinin özlərinin qüvvətə yüksəldilmiş cəmi həmin ədədin özünə bərabər olan ədəddir. Misal üçün 153. Neçə rəqəmlidir? 3 rəqəmli. Hər bir rəqəminin tək-tək 3-cü dərəcədən qüvvətləri cəmi ədədin özünə bərabər olarsa, bu olur Armstrong ədəd. Misal üçün, 1634. 4 rəqəmli olduğuna görə hər bir rəqəmin 4-cü dərəcədən qüvvətləri cəmi ədədin özünə bərabər olarsa, bu olur Armstrong ədəd. Bəs Fibonacci ədədləri biz nəyə deyirik? Misal üçün, 0 üstəgəl 1, 1-i verir. 1 üstəgəl 1, 2-ni verir. 1 üstəgəl 2, 3-ü verir. 2 üstəgəl 3, 5-i. 3 üstəgəl 5, 8-i. Bu formada gedirsə, yəni əvvəlki 2 ədədin cəmi ilə yaranan ədədlər ardıcıllığı olur Fibonacci ədədləri.